bu tip hündür maneələri düz şəkildə keçməməliyik. Və yaxud da bu maneənin yerində düşün ki, bir çuxur var, yəni bir kanal var, bir arx var. Oranı düz keçməməliyik. İndi bizim avtomobilimiz hündür avtomobildir, ona görə də oradan rahatçılıqla keçə bilir. Ancaq sənin idarə edəcəyin avtomobil əgər sedan tipli, altı alçaq avtomobil olsa, sən düz şəkildə keçsən, avtomobilin altı dəyəsidir ora. Və yaxud da dəyməsə belə, maşının daha çox loru dinləndirsə, zərbə alacaq, travma alacaq. İndi əyləci burax, düz şəkildə keçək. Düz keçək və təəssürata bax, hiss elə. Bax, ilk iki təkərlər keçir, bax, ikisi də birdən udaraldı və indi arxa təkərlər. Hiss elədin və əyləci burax. Və avtomobildə zərrə qədər də olsun yumuşaqlıq olmadı. O zərbəni ən belə deyək də şiddətli şəkildə hiss elətdirdi. İndi bizim hiss elədiyimiz kimi avtomobil də zərbəni hiss eləyir və bu da avtomobilə ziyandır. İndi qoy D rejiminə, əyləci burax. İndi hələ ki düz gedək. Bir qədər düz gedək. İndi sükanı çevir sola. Çevir, bu qədər kifayətdir. İndi çəpəki keçirik və təkərlərə bax. Birinci bu təkər düşür, bax. Aha, sonra o təkər. Fikrimi çatdıra bilirəmmi? Sonra arxa təkərləri hiss elə. Birinci sağ təkər düşdü, sonra sol təkər. Fikrimi çatdıra bilirəmmi? Bax, buna görə hündür maneələri düz yox, çəpəki keçməliyik.